Dostlar, deməli sizə danışım nədən? Heç bir dərman vasitəsi immuniteti qalxızmır. Bəzi insanlar gedir aptekə, müraciət edir ki, mənə bir dərman verginən immunitetim qalxsın. Və yaxud da gəlirlər həkimin yanına, doktor bir sistemdən zaddan yazgıyla immunitetim qalxsın. Heç bir dərman vasitəsi, heç bir sistem immuniteti qalxızmır. Niyəsin? Mən sizə izah eləyəcəm. Siz abunə olun, videonu paylaşın, mən də yavaş-yavaş sizə izah edeyim. Deməli, immun sistemi, o bir dənə balaca xırda bir şey deyil ki, bir tabletka içəcəksən. Bu, böyük bir ordudur. İmmun sistemi o qədər fazaları var, o qədər mərhələləri var ki, o bir tabletka və yaxud da bir sistem immun sistemin düzəltməyəcək. Deməli, belə. Orqanizmə virus düşür və yaxud da bakteriya düşür, immun sistemi də başlayır bu ilə mübarizə aparmağa. Bu proses necə olar? İlkin olaraq orqanizm bunu tanımalıdır ki, bu özgə bir hüceyrədir, özgə bir virusdur, bakteriyadır, gəlib düşüb bizim orqanizmə. Ümumiyyətlə sizə deyim ki, immun sistemi var, anadan gəlmə qazanılmış immunitet, bir də var immunitet, yaranmış immunitet, adaptiv immunitet. İlkin olaraq, hər hansı bir iltihab prosesi başlayanda, yəni virus ya da mikrob düşəndə iltihab prosesi başlayır orqanizmə. Anadan gəlmə immunitet işə düşür. Bu neytrofillərdir, makrofaqlardır. Başlayırlar iltihabda öz işini görməyə. Dalıca əgər ehtiyac olarsa, qazanılmış immunitet işə düşür. O da nədən ibarətdir? Əsasən B limfosit və T limfositlər. B limfositlər antitellər istehsal edir. O antitellər gedir həmin mikroba, bakteriya, virusa yapışır, nişanlayır. Nişanlayır ki, sonra T limfosit o həmin bakteriyanı, virusu məhv eləsin. Və sonraki mərhələdə isə yaddaş hüceyrələri yaranır. Yaddaş hüceyrələri. Həmin yaddaş hüceyrələri yaranır ki, o virus bir də düşəndə, o bakteriya bir də düşəndə, o yaddaş hüceyrəsi artıq öz işini görsün. Niyə görə deyirlər ki, misal üçün bir dəfə qrip tutan adam bir də bir müddət tutmur. Adətən belə olur. İmmun sistemi normal olanda. Ümumiyyətlə, mən sizə deyim ki, immun sisteminin bir neçə üzvləri var. Həmin ordunu sizə izah edeyim. Ordu da nədir? Baxın, dəri və selikli qışalar ilkin baryer, hansı ki bizi qoruyur virus və bakteriyalardan. Bu ilkin bariyerdir. Niyə selikli qışa? Ona görə deyirlər ki, immunitet bağırsaqda yaranır. Yəni, bağırsaqdan başlayır. Bağırsaq selikli qışa daxı. Təbii ki, bağırsağın mikroflorası pozulubsa, bağırsaqda problem varsa, deməli, immunitetin işləməsi də pozula bilər. Ona görə bəzi probiotiklərdən istifadə edirlər ki, bağırsağın mikroflorası yaxşılaşsın. Getdik növbəti mərhələ. Hüceyrələr, iştirak edən hüceyrələr. Hüceyrələr var neytrofillər, makrofaqlar, yəni bu leykositlər qruplarına aiddir. B limfositlər, T limfositlər. Dalıca orqanlar iştirak edir. Var mərkəzi orqanlar, bu sümük iliyi ilə timusdur, ruslar Veloçkova jeliza deyirlər. Və periferik orqanlar, bu limfa düyünləridir, dalaqdır, boğazda olan həmin badamcıqlardır, o angina deyirləri, mindalini. Həmin o badamcıqlardır ki, immun sistemində iştirak edirlər. Keçdik növbəti mərhələyə. Növbəti mərhələ zülallar, antitellərdir, interferonlardır. Yəni, görürsünüzmü, nə qədər ordu iştirak edir, nə qədər əskər iştirak edir, dəri, selikli qışa, orqanlar, zülallar və s. İndi siz mənə deyin, siz dərman aldınız, bunun hansına təsir eləyəcək? Yoxdur elə bir dərman ki, immuniteti artırsın. Bəli, D vitamini misal üçün, Z az olanda immunitet pis işləyir. Ona görə D vitamininin analizini vermək lazımdır. Əgər çatışmırsa, qəbul eləyin D vitamini. Və yaxud da çink. Bəziləri düzürlər beləncəsinə bankaları qabağına, deyir, çınkdır tərkibində immuniteti gücləndirəcək. Bəli, çink çatışmayanda immunitet pis işləyir. Ümumiyyətlə, zəif immunitet yoxdur, bunu da izah eləyəcəm sizə. Çink çatışmayanda orqanizmdə immunitet zəif işləyir. Amma hamı durub çink qəbul eləməlidir ki, immunitetim yaxşı işləsin. Çinkin analizini verin, çink çatışmırsa, bəli, çinki qəbul eləyin.
İmmunitet ümumiyyətlə zəif olmur dostlar. Var hiperaktiv immunitet, çox beləsinə aktiv immunitet, hansı ki gətirir başlayır öz orqanizmin hüceyrələrini zədələməyə. Misal üçün autoimmun proseslər yaranır. Autoimmun hepatitdir, Kron xəstəliyidir və digər xəstəliklər. Bu çox güclənmiş belə deyək immunitetdir. Bir də var yorğun immunitet. Yorğun immunitet nədir? Zəif deyil, yorulub sadəcə. Yorulmağın da səbəbi nədir? Düzgün qidalanmamaq, pasiv həyat, sonra kifayət qədər su içməmək, yuxu pozğunluğu, stres, əsəb, bunlar hamısı immuniteti yorur və immunitet normal işləyə bilmir. O zəif immunitet sayılmır, o yorğun immunitet sayılır. Deməli, əgər siz immunitetinizi gücləndirmək istəyirsinizsə, nə etmək lazımdır? Düzgün rejimə salmaq lazımdır özünüzü. Yuxu, düzgün yuxu olmalıdır, düzgün qidalanma olmalıdır, aktivliyi olmalıdır. Baxın, misal üçün 2 litr su içmirsiniz, qanınız da qatıdır. Qan qatı olanda immun hüceyrələri də yaxşı işləyə bilmir, immun orqanları da yaxşı işləyə bilmir. Təbii ki, immunitet düzgün işləmir. Ona görə adi su da immunitetə təsir eləyir. Ən vacibi də yuxu, stres və aktivlik. Bunlar olandan sonra immunitet də yaxşı işləyəcək. Dostlar, deməli, immunitet üçün tabletka yox, immuniteti yaxşı işləməyi aptekdə axtarmayın, həkimdə axtarmayın, öz mətbəxinizdə axtarın. Düzgün qidalanın, düzgün qidaya zülallar daxil olma. Həmin o antitellər, interferonlar nədir? Zülaldır. Zülallı yemək yeməlisiniz, yumurta yeməlisiniz, ət yeməlisiniz, balıq yeməlisiniz. Lobiya yeməli, bunlar zülallardır. Zülallardır immunitetimizi bizim yaxşı edən, işləməsini yaxşı təsir edən. Adi D vitamini yumurtanın sarısında da var. Şükür Allaha günəşli ölkəyik. Günəşin altında gəzəndə, zaqara eləyəndə dəridə D vitamini əmələ gəlir. Londonda yaşamırıq ki, biz günəş üzü görməyək. Nəsə, güman edirəm ki, bu 7-8 dəqiqə ərzində qısa da olaraq immun sistemi barədə sizə məlumat verə bildim. Faydalı bir məlumat verdim ki, gedib boş-boşuna pullarınızı xərcləməyin. Lazım deyil apteka girib demək ki, mənə bir dərman ver, immunitetim güclənsin. Təbii ki, qərar sizindir. Videonu paylaşın, səhifəyə abunə olun, çox sağ olun, minnətdaram.